Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Aparılan araşdırmalar nəticəsində son 10 gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib. Sözü gedən nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırılmasının dövlət qeydiyyatından keçən formaya içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, digər dillərdə olması ilə əlaqədar olub. Ermənistanda 15% əhalinin qida rasionu yalnız kartof və çörəkdən ibarətdir. Belə nəticəyə Oxfam Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırma aparan müəlliflər gəliblər. Newsam'ın verdiyi məlumata görə mərkəzin erməni şöbəsinin direktoru Margarita Akopyan qeyd edir ki, balıq və ət kimi məhsullar erməni əhalisinin 33% üçün əlçatan deyil. Həmçinin qışda kəndlərdə, dağlıq ərazilərdə, sərhəd rayonlarında yaşayan əhalinin 95% üçünsə meyvə və tərəvəz əlçatan deyil. Bakıda iyunun əvvəlində Xaliq Fayqoğlu şirkətinin bağlanan avtobus marşrut xətlərinin fəaliyyəti bərpa olunub. Bağlanan 3 marşrut xəttindən ikisi yenidən eyni hərəkət trayektoriyası ilə iş qrafikləri icra edir. Bərpa olunan xətlər 18 və 96 nömrəli marşrutlardır. Adı çəkilən xətlərin fəaliyyətinin bərpa olunmasına dair Bakı Nəqliyyat Agentliyinin rəsmi qərarı hələlik açıqlamayıb. Xatırladaq ki, 3 marşrut xəttinin fəaliyyətinin məhdudlaşdırılması qərarını agentlik daşıyıcının nəqliyyatın ümumi konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi ilə əsaslandırmışdı.